Oh, this is papaja from Azerbaijan. This is my traditional, my nationality, and my history, my family history. Bakıda keçirilən UFC Fight Night turnirində Rafael Fiziev Çilidən olan Ignacio Bahamed üstlərində qələbə qazandı. Bu qələbənin ləzzəti, dadı duzu başqa idi. Çünki o, bu zəfəri vətənində, xalqının önündə qazanmışdı. Bu döyüş onun üçün sadəcə idman uğuru deyildi. Uzun və mürəkkəb bir həyat yolunun təntənəli, amma səssiz davamı idi. Onun hekayəsi Qafqazla Orta Asiya arasında uşaqlığın ziddiyyətli illərində başlayır. Rafael 1993-cü ildə Qazaxıstanın Korday şəhərində dünyaya gəlib. Atası Azərbaycanlı və dövlətin gizli polis sistemində çalışan bir məmur, anası isə Rusiyalı xanımdır. Uşaqlığı sakit deyildi. Tezliklə ailəsi Qırğızstanın paytaxtı Bişkekə köçdü. Burada yeni həyata uyğunlaşmaq, yeni cəmiyyətə qarışmaq asan olmadı. Məktəbdə dəfələrlə zorakılığa məruz qaldı. Bu da onun xarakterini erkən yaşlardan formalaşdırmağa başladı. Bir gün atası ona və digər ailə üzvlərinə boks əlcəkləri aldı. Və kim güclüdürsə, o da haqlıdır deyə sadə bir oyun qaydası qoydu. Rafael əvvəlcə bu oyunu sevmədi, lakin 11 yaşında Muay Thai ilə tanış olduqdan sonra vəziyyət dəyişdi. Döyüş sənəti onun üçün sadəcə müdafiə vasitəsi yox, həm də özünü tapma forması oldu. Zamanla döyüş sambosu, judo, boks, jiu-jitsu və güləşlə də məşğul olmağa başladı. Texniki və intellektual yanaşması ona müxtəlif üsulları özündə birləşdirməyə imkan verdi. Polis peşəsinə olan ailə gözləntilərinə və bu sahə üzrə təhsil almasına baxmayaraq, o bu yoldan ayrılıb öz həyatını döyüş idmanlarına həsr etdi. Peşəkar ringə çıxmaq üçün əvvəlcə Taylandda məşq etdi, daha sonra isə ABŞ-ya köçərək MMA üzrə karyerasını qurmağa başladı. UFC-də debüt etdikdən sonra fərqli tərzi ilə azarkeşlərin və mütəxəssislərin diqqətini çəkdi. Bu yolda o, Ataman ləqəbinə də layiq görüldü. Ataman tarifi olaraq Kazaq liderlərinə verilən tituldur, lakin Fiziyevin timsalında bu liderlik ruhunun həm də döyüşdəki idarə edici ağırlığın simvoluna çevrildi. Ringdəki sevimli texnikası, dönmə zərbəsi, yəni wheel kick təkcə effektli görünmür, həm də döyüşün axarını bir anda dəyişə bilir. Fərqlə bir neçə UFC döyüşündə rəqiblərinə son zərbəni vurur. Fiziyev üçün milliyyət sadəcə mənsubiyyət deyil. Son illərdə Azərbaycan bayrağı altında döyüşməyə başlayıb və bu qərarı onun milli kimliyinə olan dərin bağlılığın ifadəsidir. Onun üçün bu bayraq sadəcə idman arenalarında dalğalanan simvol deyil, həm də ailə dəyərləri, torpaqla bağlılıq və şəxsiyyətin tərifidir. Rafael Fiziyev hazırda UFC-də yüngül çəki dərəcəsinin ən təhlükəli döyüşçülərindən biri sayılır. İyunun 21-də Bakıda qazandığı son qələbə onun sadəcə idmançı deyil, həm də bir həyat fəlsəfəsi daşıyan döyüşçü olduğunu bir daha sübut etdi. Onun yolu davam edir. Səssiz, amma əzimli bir marşrutla. Rafael Fiziyev bugün sadəcə UFC qəhrəmanı deyil, həm də döyüş ruhunun sakit və mətin təmsilçisidir.